mən əvvəldə bütün dostlardan ki, təşrif gətiriblər, zaman qoyublar bu mövzunun üstündə danışmağa burada yığışıblar. Çox təşəkkür edirəm. Babaş bəydən, Azad Tribun sitəsindən təşəkkür edirəm ki, bu otağı açıblar və ki, biz içəridəki fəallarımızın məsələsinin moridində danışaq. Və bilirsiniz, əlbəttə sonunda da gəzsələr, hər zatdan mühüm odur ki, içəridəki fəallarımız, bütün bu gənc 6 yaşında fəalımızdan ta 65 yaşında yaşlı fəallarımızdan ki, indi bu yolda mübarizə edirlər. Bir Azərbaycanlı olaraq təşəkkür edirəm. Biz onların bir belə çətinliyə düşməkləri, bir belə mübarizələri olmasaydı, biz heç öz dərdlərimizi də dünyanın qulağına çatdıra bilməzdik. 6 yaşında, 7 yaşında Oqtay və Atilla Lisani ki, o gündən ki, mədrəsəyə gediblər, farsça danışmamaqla bu mübarizəni başlayıblar o gənc yaşda. Ta gedirik Məhəmmədrəza Vəstur ki, bilirsiniz ki, bir şuar slogan yazmaqla divarda ayaqlarından aslanmışdı və 2 dəfə də bu uşaq 14 yaşında uşaq zindana düşüb və çoxlu tanınmış fəallarımız və yaşlı indi Həsən bəy Dəmirçi ki, indi Təbriz zindanında vardılar. Bunların təhtəhindən mən özüm bir Azərbaycanlı olaraq təşəkkür edirəm ki, bizim bütün hamı Azərbaycanlıların haqlarının yolunda bir belə çətinliyi, əzabı təhammül edirlər. Mən bir qıssa bu mövzulardan ki, danışacağım, onu da not biləcə verin ki, bir qıssa bilirəm ki, bizim çoxlular bu xəbərlərdə çox diqqətlə oxuyurlar və dalın tuturlar və çox dəqiq bilirlər bizim fəalların bəzilərinin şəraitin. Bəli, birlikdə də vardı ki, üçün də çox xəbərlər olmuyor. Bir vəsətdə bir qıssa, bütün fəallardan ki, mən təmasda varam bilələrlə bir qıssa məlumat vermək istəyirəm. Bütün fəaliyyətlərdən ki, biz eləmişikdir, ondan da bir xülasə istəyirəm deyəm ki, bəlkə eləyə bilək ki, bu itilatı verməklə hər kəs ki, maraqlanır bu yolda çalışsın, eləyə bilər, bir istifadələr eləyə. Və bu fəaliyyətlərimizin nə qədər təsiri içəridə buraxır, onu da bir qıssa deyəcəyəm ki, görünsün ki, doğrudan içəridəkilərin düzdür, çətinliyə düşürlər, bu itilasları işləyib verirlər. Bəli, o birisi tərəfdən də bunların səsləri beynəlxalq mərkəzlərinə yetişməklə eləyə bilirik ki, az da olsa, biraz bunların çətinliklərindən azaldaq. Və bir də gənə onun girəcək bu məsələ ki, nədir eləyə bilərik bu içəridəki fəallara çox dərd kömək eləyək, ona bir qıssa danışarıq və hər zatdan mənə mühüm odur ki, görək bizim nə mənə biz lək edirik, nə mənə bizim azlığımız vardır ki, 35 milyon olaraq bir qısa ona zad olsun ki, mən çalışacağım, çox zamanımızı tutmayam, bəli bir işarə olsun ki, ta biz bir irətlarımızı görməsək, hətta general formasında kollən də görməsək, eləyə bilmərik ki, onları düzəldək. Feyli halda mən mütməinəm ki, yüzlər nəfər Azərbaycan fəalları zindanlardadırlar. Biz təəssüflə elə bu müşkillərdən biridir ki, biz bütün kamil listimiz yoxdur. Çünki hələ o səviyyədə biz orqanizə təşkilatlanmamışıq ki, eləyə bilək bütün fəallarımızın
listi bizdə olsun. Vəli mütməinnəm ki, onlardan ki, mən bilirəm yüzlər nəfər zindandadır və ümidlərimizdən biri odur ki, bir zaman olsun ki, biz bir səviyyədə olaq ki, hətta bizim kəndlərdə hər yerdə bir nəfər fəal tutuldu. Biz onun bütün müşəxəsatı və onun bütün xəbərləri dünyanın beynəlxalq insan hüquqları mərkəzlərinə çatsın. Bəli, tanınmış fəallardan hamı hətmən eşidib Abbas bəy Lisani ki, doğrudan Azərbaycan iftixarlarındandır. Ayıq Hamrani vardılar, vəkil ki, həm işlərin və həm öz mali tərəfdən və həm özlərinin canını xətərə salıblar, bizim fəallardan difa eləyiblər vardılar. Rıza Abbasi Təkin bizim insan hüquqları difa eləyən fəallarımız vardılar ki, hətmən onun əgər suxanranlığın görsüz görərsiniz ki, nə qədər bu ürəkli bir insandır və Həsən bəy Dəmirçi ki, hamı fikirəm tanıyır, muziki ilə tanışıq biz Azərbaycanlılar və bu yaşda indi Təbriz zindanındadılar və bunlar hətta ötürüləndən də sonra bunlar daim itla'at bunların dalicandır, bunları incidirlər və bunların xanavadələrini də çox incidirlər ki, onun morinə də bir danışarıq. Çünki mənə çox bir çətin və fəalların özünə də çox çətindir. Müşkül oradadır ki, fəallar deyilə biz bir yolu götürmüşük, bu yolda çox rəylə biz gedirik qabağa. Vəli bu xanavadələrin məsələsi gələndə araya çox belə öz fəalların özünə də hərdən çətin olur ki, öz ailələrinin canın və şəraitin xətərə salsınlar. Abbas bəy Lisani haqqında bir qısa məlumat verim hər kəs, əgər dostlardan bilirəm ki, hamı tanıyır, vəli yenə bir qısa məlumat verməyimi zəruri gördüm. Abbas bəylə mən əvvəl dəfədən ki, təmaslaşmışam ki, bunların pərvəndəsini dokument eləyəm. Doğrudan mən Abbas bəyin İngiliscə deyəli intelligent, çox şarplığın və çox bir ürəkli bir fəal olaraq birinci dəfədən görsənir. Hətta yaxından mən təəssüflə görməmişəm bilələrin. İndi hamı dostlar bilirlər ki, Abbas bəy Ərdəbil zindanındadır və 3 il yarım Tərbənd zindanı var ki, bunun 2 ili hələ Təbrizdə dadgahı təcdid nəzər deyirlər, əfil zatlı kortudadır və bu bir il yarımı ki, qəfən zindanda olacaqlar və 3 ildəki sürgünlə ki, bəyəxdə ilə müsahibədə Babaş bəy zəhmətin çəkmişlər, qoydular VOA-də verilibdir. İndi bu halda bilələrin motallarla bir yerdə saxlayırlar ki, bunların çoxlu dəyişik xoşluqları var və özləri də cismi cəhətdən bu motallar çox çətin şəraitlərlə bu ruhiyyə cəhətindən istəyirlər Abbas bəyi sındırsınlar və onu da vəli onu mən bilmirəm niyə bu işi görüblər. Çünki Abbas bəy o qədər maşallah ruhiyyəlidirlər ki, mən fikir eləyə bilmərəm ki, heç bir zat Abbas bəyin ruhiyyəsini sındırsın. Çünki o ləhzə bir saat Abbas bəy zindandan çıxandan sonra ki, mən danışdım bilələri ilə, o qədər Abbas bəydə ruhiyyə var idi ki, mən bir ləhzə biləmə təəccüb gəldi. Bayın ki, bilələrin qabaqsında tanıyırdım və bilirdim ki, nədir fəaldılar. Bəli, bunlarda bir əcib ruhiyyə var. Bəli, ondan belə bərən ki, əziyyət eləsin incisinə 7-ci bəndi deyirlər, orada saxlayırlar Ərdəbildə. Və o cür şeylər müsahibədə gördük, bunları heç dadqa hökmsüz, zadsız gəliblər elə qafildən mağazalarından, dükanlarından götürüblər, aparıblar, dükan bağlanıb, bütün bunlar bir ləhzədə yenə
o cür ki hazırlaşırdılar ki bir uzun müddət zindana getsinlər və hazırlaşırdılar ki eləyə bilsinlər xanavadənin 3 dənə kiçik uşaqları var, həyat yoldaşları var. Olan şəraitin azdan çoxdan biraz fərahəm eləsinə və itilat qafildən bunları tutmağına bu məsələyə biraz böyük bir müşkül gətiriblər. Ümidim vardır ki, bizləri eşidən eləyə bilək ki, bu ailələrin həmişə səslərin yaymaqla bunların çətinliklərini biraz azaldaq və bunların elə səsləri eşidək və bizim görək ki, bunlar nə çətinlikdə yaşayır, onlara gənə bizlərə müsəkkindir. 3 dənə bələdiyyə uşağında əlbəttə ki, həm əgər uşağı olanlar və ya özümüzü yada salsaq uşaqlıqda ki, birdən bir ləhsə gediblə mədrəsəyə, gediblə gəlirlər ki, öykülər ki, ataları yoxdur. Buraya biraz çətinlik gəlmişdir ki, hətta qoymurlar ki, telefonla da danışalar. Bir günləmədə mülaqat günləri idi Abbas bəyin və bilmirəm nədir ki, yenə telefonları kəsiblər və qoymurlar biz təmaslaşaq, görək ki, mülaqat nədir gedib. Ümidim vardır ki, görə biliblər. İndi feyli halda itilat məmurları, 2 dənə itilat məmurları daim bunların qapısının ağzındadılar və uşaqlar qorxurlar, hətta qapıya çıxsınlar ya getsinlər qapı açsınlar və daim bunları gedib gələni bunların evlərinə biz Rüqəyə xanım deyirlər ki, daim axtarırlar və hamını çək edirlər ya bunları təhdid edirlər ki, bunları da zindana salacaqlar, əgər ki hətta bunların familləri də gəlib bunları görəndə. Ağay Salih Kamrani ki, ittihamları təbliğ əleyhin nizam ki, bir dənə belə çox mübhəm bir ittihamdır ki, əksəri faallara vururlar və bu bilələrinə bir il zindan vermişdilər və bir il zindandan 5 ayın 9 ayın 5 illik qoyublar şərtlə ki, bunlar çıxsınlar. Hələlikdə Ay Kamrani eşidədilər, bəli çox çətin vəziyyətdə yaşayırlar, çünki daim gizlidə yaşayırlar, çünki Abbas bəyin şəraitinə gördük ki, bunlar hər ləhzə tutula bilərlər və evin zindanında bunlara mən eşitdiyim çox çətin keçiddir. Ay Kamrani təhdid olublar və həttəmən də görübsünüz bunların zatların veb sitələrdə ki, hökmlərində yazıblar ki, xəbər quzarlarla müsahibə eləyiblər və ya Azərbaycan faallarından difa eləyiblər və bunlar heç bir qanuni bir zatlar, ittihamlar deyil, bəli bunlar vurublar və Ay Kamraniyə zindan veriblər və indi də hər ləhzə deyiblər ki, bu idamə versələr müsahibədat verməklarına bunlara 10 il zindan gələcəkdir. İndi feyli halətdə bu cür yaşayırlar, vəkalət mücəvvizlərin icazələrin əllərindən alıblar və bunların bir dənə vəkil olaraq heç bir dəramətləri yoxdur ki, heç qabaqçı tutulmuş keyslərdəki pərvəndələr ki, götürmüşlər. İndi Ağay Kamrani görə öz cibindən verə bu pərvəndələr bir ayrı vəkilləri ilə difa olar. Çünki Ağay Kamraninin dəftəri bağlıdır və icazəyə vəkalət dəllərindən alınıb. Yadıma məsələn gələn ay əzinidir ki, Babaş bəy işarə elədilər, bunların 2 dənə kiçik uşaqları var, iş icazəsi bilələrinə yoxdur, o evci bir zaman orada yaşamışsa onu alıblar bilələrinə, bunlar çox çətin şəraitdə bir ruhani olaraq yaşayırlar, bir dənə 7 yaşında və 5 yaşında uşağla, əksəri faalların uşaqları çox kiçikdir və ibtidai mədrəsədən çox mən hələ feylən görməmişəm. Ayrıca Abbasında şəraitin genə hamı azdan çoxdan bilir, bir il zindan veriblər. Yaşlı bunların anasını ki, elə gördünüz Amerika səsində də Rio, Washingtonda da eşitdiniz ki, çağırıblar o itilat gəlmişdi ki, bunların görüblər ki, Abbası sınmırlar
bunların Ayabasın ata-anasını itlası aparıb saxlamaqla istəyirmişlər ki, bu onların dediklərindən muvafəqət eləsin ki, bir böyük iftixar yeri vardı ki, bir belən bunlara şikəncə verilib çoxlu faallara ki, çıxsınlar radyo televizyonda desinlər ki, bunlar casuslar, ayrı yerdən pul alıblar. Sadəcə bunlar biz görürük ki, heç bir nəticə almayıblar. Bunlar bizim millətimizin şücaəti doğrudan bizi eşitə enerji verir ki, bu yolda işləyək. Ay əmanını ki, Qulam Zəmanını ki, genə hamı fikir Ramazan çoxdan tanıyırlar. Bunlar 4 ildən çox zindan çəkiblər, genə təbliğ əleyhi nizam, bu cür mübhəm və belə vazih olmayan ittihamlarla və bunları fiziki və ruhən çox şikəncə çəkiblər bu neçə illərdə ki, zindanda var imişlər və indi də daim təhdid altındadırlar. Onu da ki, görürük ki, bəzən tuturla bilələri, bəzən oflayırlar. İndi mən gəlirəm ki, bu çoxlu ayrı faallar vardır ki, elə desək Moritdən də heç tutulmaz. Bütün gənc faallardan vardır ki, elə bu itilatı eşiyə getirmək dəlilinə zindandadılar və biz çox narahat olmuşduq bunların tutulmasına, çünki əsas eləyirdik ki, bunlar xəbər eşiyə verməklərinə görə tutulublar. Bəli, ailələrindən xəbər bizə gəldi ki, çox əslən bunlar heç elədiklərindən peşman dəyirlər və özlərinin, necə ki özləri o bursi faalların, xəbərlərin eşiyə çatdırmışlar, indi o çıxan faallar da onların xəbərlərini çatdırırlar və bu cür idamə tapır bunların mübarizələri. Mən xülasə bəzi işlərdən ki görünürdü bu keçən aylarda, mən buna bir xülasə deyəcəyəm. Biz bir təşkilat olaraq, bankı təşkilat rəsmi hələ elam olmayıb, bəli birinci dəfədə Amerika səsindən və Washington Viewsundan, yəni Washingtonun siyasəti bəyaniyələrində ya qətnamələrində deyildi da o vaxtdan da elə bir-iki dənə bəyaniyədə yayılır. Bəli, iş görərək biz düzdür, çünki biraz mənim adım çəkilib, bəli biz bir təşkilat olaraq işləmişik, içəridən biz həmişə minnətdarıq eşidək ki, biz işləyənlər, içəridəkilərin bütün köməklərindən və bu işlərimizdə biz həmişə çalışmışıq ki, doğru, düzgün, %100 mütməyin olaq məlumatları bu təşkilatların qulaqlarına eşidə çatdıraq, reportlar verilsin. Bu itilaat gələndən sonra biz bunlar report, əlbəttə çox xüsusi halətdə heç bir zaman biz reportu eşiyə verməmişik. Yığılıb bunlar qısa report formlarında gedibdi. Amnestiyə daim həmişə gedir, üçün amnestinin mən bir cəhətdən də önəmini çox görürəm, çünki hələ ki bizim enerjimiz o qədər yoxdur ki, bütün eləyə bilək, hər yerə daim işləyək. Hələyəqdə amnestinə önəm vermişik, çünki bunların bəyaniyələri publikdir, umumidir və bu bais olur biz kömək alaq bundan ki, eləyə bilək mediada, xəbərlərdə də bunlardan istifadə eləyək bir mənbə olaraq, bir source, bir qaynaq olaraq. Vəli bütün tanınmış faalların кейsi UN-ə gedib və biz bu hər iki təşkilatla yaxından da görüşmüşük. Və daim də biz həmişə çalışmışıq ki, bunlar nə mənə suallar olsa, Azərbaycan mövzusunda bütün faalların mövzusunda həmişə zaman qoyaq ki, bunlara dəqiq itilatı yetirək. Birinci təcili aksiya ki, biz işləmişik avrelin 12-sindən Məhərrəm Kamrani və İbrahim Rəşidi haqqında çıxıb və o zamandan
çoxlu urgent actionlar, təcili aksiyalar çıxıb, Abbas bəyin haqqında 3 dənə çıxıb, Hüzərsam Əziminin haqqında 3 dənə çıxıb ki, biri çoxla təşəkkür edirəm, hələ də mən dəqiqən bilməmişəm ki, Sueddə bir qrup bizdən qabaq bir qəşəng report vermişmiş ki, onun Əzimin haqqında o birinci təcili aksiya çıxmışdı. 3 dənə Əvəzpur qardaşlarının haqqında çıxıb və yenə də bu tezliklərdə yenə bəyaniyyə çıxacaq bunların haqqında. Məxsusən Məhəmməd Rızanın 14 yaşında olduğuna görə çox amnestiya məktublar gedib dünyanın hər yerindən və çox istəmişlər ki, Məhəmməd Rızanın əksin göndərilsin. Bunlar bir şəxslərdirlər ki, amnestinin üzvləridir və Məhəmməd Rızanın məsələsi çox bu xaricəliləri çox narahat edir və bunlar məktublar yazıblar İran dövlətinə və bu uşağın azad olmağını istəyirlər və indi feyli halda azaddılar. Ümidim vardı ki, səlamətdirlər və bəli, deyəsən hələ dadgahları olmayıb. O günkü qoymuşlar dadgaha, hələ dadgah eləmədilər o günü. Xatirimə gələn Elyaz Yekanlı ki, hamımız tanıyırıq, Mərənd zindanında idi və təzahürdən xoşbəxtانه azad olublar. Məsələn, buna işarə eləməliyəm ki, bir qısa not Avustraliyadan gəlmişdi Elyazın haqqında. Taza 3-4 dənə ora taza pənahəndə sürgün olanlar durub getmişdilər, öz parlament üzvlərini görmüşlər. Hələ orada da hələ citizen deyirlər. Vəli yenə biz çox sevindік. Onların o qısa e-mailləri ki gəldi, biz amnestiya çatmışdı. Mən doğrudan söndüm ki, bunlar öz yoldaşların yaddan çıxartmayıblar və biz də üstündə işləyə vəli yenə hər yerdən bir dənə düzgün, qısa da not gələndə bizi sövündürür ki, biləxərə dünyanın hər yerində bunlar öz yoldaşlarının da ki var imiş, Türkiyədə tanıyırmışlar Elyazı, onun haqqında bir fəaliyyətləri eləyiblər. Rıza Abbasi haqqında urgent action çıxıb, Salih Molla Abbasi mühəndisdir ki, əhərdən tutulmuşlar, xanımsı doğrudan şücaətlə bütün təhdidləri ki, itilat edirdi və sonra hamısı da boş çıxdı. Bəli, qulaq asmadılar və həyat yoldaşlarının xəbərini eşiyə verdilər ki, biz gördük ki, çox da bu əlbəttə özlərinin sözlərinə görə urgent action çıxandan sonra bunlar gedəndən sonra İran dövlətinə notlar bir müsbət əsəri qoymuşdu. Ondan sonra bəyaniyələr verilir ki, hətta onunla da hamı tərcüməsini görüb Babək qələsinin zadında. Bunda ki, biz verdiyimiz itilah ki, heç çünki May ayının hərəkətinin zamanlarına düşmüşdü. Çox gözəl də bizi söndürdü ki, dünyanın hər yerindən hətta bir qısa da not göndərsəydi, bunlar toplanmışdı və gördük ki, çox bir uzun, gözəl, informativ bəyaniyyə idi, qətnamə idi və görsənirdi ki, nə qədər o dövrələrdə bizim millət aktiv imiş və report verilmiş. Mehr ayının əvvəlində ki, çox səri bir günün ərzində informasiyonu aldılar və amnesti bəyaniyyə verdi ki, ondan biz bunların təhsəkin deməkdən mən ümidim vardı ki, attention'ı, bütün təmərküzü gətirək bu təşkilatın üstünə. Amnesty International ya da beynəlmiləl doğrudan bizim məsələmizə çox gözəl çalışıblar. Biz bunlara çox minnətdarıq. Demirəm hər şey perfektdir, eybsizdir. Hələ çox yolumuz var ki, həm biz fəaliyyətimizdə və onlar da bu məsələni də alsınlar. Orada bilirəm ki, bir eybsiz deyil, vəli onunla belə mən deməliyəm ki, biz həmişə ümidim vardı ki, qıssada tənqidlərimiz olsa, bunlardan həmişə təşəkkür eləyək. Çünki bunlar, mən şahidəm ki, günlər olub ki,
gecə saat 9-dan ya evlərində olurlar və öz rahatçılıqlarından vururlar ki, bu bütün bu bəyanat çıxsın. Fəqət onu istəyirəm deyəcəm ki, biz xarici məmləkətlərdə hamımız yaşayırıq, bilirik ki, nə qədər tənqid mühüm olsa da təşəkkür də o qədər mühümdür və ümidim vardır ki, həmişə bu Amnesty International'dan bizim bu vəziyyətimizə səs verməkdən təşəkkür olunsun. Ondan sonra fəaliyyətlərimizdən ki, bizzat əlbəttə yenə çox burada həm Güneyli, həm Quzeyli bütün bazı qardaşlarımızdan təşəkkür etməliyəm ki, bunlar hamısı işbirliyinin sayəsində olub. State Department Vəzarət Umumi Xarici Amerikaçı deyilir. 3-dən çox ya 4 dənə bəyaniyyə verirlər ki, ikisində birinci Babaş bəy Zəhmətin təhlilləri farsda da yayılıb, ingiliscə də yayılmışdı və Azərbaycan dilində yayılmışdı və bir ayrısı da vardı ki, xas fəqət Azərbaycan məsələsinə görə idi ki, hələ onu özünüz görürsünüz ki, fars bölümü bağın ki, məcburdur bunları tərcümə eləsin, yaysın. Bəli, aylar çəkir ki, bunları məcbur eləsinlər ki, bunları yaysın. Bəli, fars dilində ona görə çıxmayıb. Bəli, o birisi dillərdə bilirəm ki, çıxıbdır və yayılıb Voice of America'da tüm bu Washington'un, Policy'sin, siyasətin bəyaniyyəsidir. Və bilirəm ki, təzə biri də gələcək. Bilmirəm, indi büyün yayılıb, ya büyündə sabahda hətmən gələcək və onda yayılandan sonra hətmən Azərbaycan Amerika səsində yayılacaq və yenə mənim xahişim bir dənə ayrı təşkilatlardan ki, Amnesty'dən dedim təşəkkür. Amerika səsinin Azərbaycan bölüm dilində olan zadı quruhu Güney məsələsinə çox gözəl diqqət veriblər və ümidim var ki, biz gedib ora baxmaqla, xəbərlərə yaymaqla, nəzərlərimizi vermaqla biz oradakı jurnalistlər ki, zəhmət çəkirlər bu yolda, biz onları təşviq edək. Və ondan sonra da ki, rüznamələrdə bir yanda hələ xəbərlərdən yayılıb ki, o da ki, yenə elə hamının zəhmətlərinin sayəsində Bakıda yayılıb, Bakıdan jurnalistlər vardı ki, bu tutulanların haqqında hər bir zaman bizdən xəbər alıblar və çalışıblar ki, biraz xəbərlər orada da öz millətimizin qulağına çatsın. Ondan sonra Los Angeles'da UCLA'da presentation var idi ki, biz, mən və bir ayrı bir jurnalist də var idi Güneydən ki, İngiliscə də presentation oldu ki, mən elə öz moridimizdə informasyon verdim, itilat verdim və çox yaxşı alındı və ümidimiz vardı ki, bu Amerikalılardan da qulaqlarına çatdı və çoxlu Güneydən, Quzeydən gənc, çox enerjili, çox istedadlı, çox faal şirkət eləyənlər var idi. Çox yaxşı getdi və ümidim var ki, onun sayəsində də gənə biz eləyədilər Amerikada çox fəaliyyət eləyək. Bu yayda biz Amnesty ilə görüşdük, UN-lə yaxından görüşdük, Cun ayının sonlarında Abbas bəyin, Kamraninin və o birisi tutulanların haqqında UN-ə xəbər verdik və bunu burada deməliyəm ki, biz UN-də zaman qoymuşduq ki, İran məsul ilə, Asiya məsul ilə və bir-iki dənə ayrı orada işləyənlərlə ki, mən telefonla bilələrlə çox danışmışdım və istədim şəxsən bilələrlə təşəkkür eləyəm. Onlarla zaman qoymuşduq ki, görüşək. Vəli Azərbaycan deskinin də məsulü istədi bizlə görüşər və bu illəti oydu ki, bizim Quzeyli bazı qardaşlarımızın müraciətləri və daim May ayının hərəkətindən sonra daim bunlara repost verməkləri bizi çox sevindirdi və hər fürsətdə mən istifadə edirəm ki, bütün oradakı NGO-lardan, şəxslərdən ki, daim Amnesty'yə də çox gözəl e-maillər yazırlar ki, hərdən gəlir mənim əlimə də çatır. Mən təşəkkür eləyəm, bayın ki, biz mümkün mərzilər bizi ayırıb və həmişə ürəklər birdir. Ləndəndə
və Vancouverdə Amnesty ilə daimi irtibatlı orada da görüşlər var idi. Henry Jackson Society-də bu yay görüşdür ki, o da məqalə yazıblar və indi də istəyirlər ki, hələ bir işləri görsünlər ki, biz təəssüflə fürsət olmayıb məcburuq ki, vacib təşkilatları qoyaq əvvələ. Vəli Henry Jackson Society özü bir dənə gözəl zatdır. Mən orada gördüm ki, Cambridge University-nin, Oxford University-nin professorları bunu üzvləridirlər və çox maraqlanırlar Azərbaycan məsələsinə bir aydınlıq gətirsinlər. Çox belə gözəl də görüşlər qabaqdadır ki, inşallah xəbərin çıxar. Mən çalışaram ki, ta inşi bir dənə təşkilat bir işi qutarmayıb və yayılmayıb, o görüşlərimizdən, o plan elədiyimiz, bərnamə qoyduğumuz görüşlərdən hələlik danışmayaq, görək inşallah ki, nə mənə olar. Bu azdan çoxdan fəaliyyətlərin və çoxlu ayrı fəaliyyətlər ki, nəticə veriblər və Babaş bəy də Nərgiz xanım Nidaya işarə elədilər. Mən elə birdən xatirimə zatlar gedir. Bunların doğrudan gözəl fəaliyyətləri Avropanın hər yerində deyilir və bizlərə də burada xəbəri gəlir, çatır ki, biz də edə bilirik bunların fəaliyyətlərinin nəticəsində North Amerikaya bir məktubları göndərək və bunları görsünlər ki, Avropada nədir bizim məsələmizə yanaşırlar və bu mədrəsələr bizim əlimizdə olmağın ləhdə ki, bizim gənc fəallarımızdılar Sueddə. Bunların mənzurum odur ki, hamının ayrı fəaliyyətlər və kəllə xatirimə şayət gəlməyə, kollən bunlar çox müsbət əsərləri var. Məsələn, hətta bir qısa bir yerdən bir dənə parlament üzvü götürüb İran səfirliyinə yazanda ya bir amnestiya bir kağız yazılanda, UN-ə bir kağız yazılanda düzgün report, sadə də olsa çox müsbət əsərləri var içəridəkilərə və bu görsənir. Çünki bunların səsləri yayılmaq, məsələn Günazdan bunların adları çəkilmək çox, bir iddə şayət fikir eləyiblər ki, bunları əvvəldə zədə qoyublar. Ben üzülsəm, mən çünki danışanda bu notları oxuya bilmirəm. İcazə versəz mən bunları qutarım, sonra həttən bu zatları da oxuram. Bəli, bunlar müsbət əsər qoyurlar. Çünki mən hətta görmüşəm ki, zindanda olanlar ki, vardılar uşaqlardan ki, bunların xəbərləri işdə çox güclü yayılıb. O birisi faallar da istəyiblər ki, bunların mülaqatına gələnlərdən onların da adı çəkilsin. Çünki bu urgent actionlər, bütün eşidəki bəyaniyələr, bunların durumların əvvəldə də mümkündür xanavadələrini təhdid eləyərlər, zad eləyərlər. Bəli, nəzr olandan sonra müsbət əsər var. Abbas bəy buna işarə elədilər ki, indi ki səs eşidə güclüdür və özümüzün televizyonumuz var, sitələrimiz çox gözəl işləyir. Çox bunlar faallarla rəftar eləməklərin düzəldiblər. Azdan çoxdan demirəm çox, vəli yenə odur ki, çox şədid işgəncə verirdilər. Məsələn, gördük ki, Məhəmməd xanını bir də içəridən onun ağzı gəlmişdi, vəsifələrdə yayılıbdır. Gördük ki, özünün dilindən yazılmışdı ki, nəzrümünü şədid işgəncə veriblər. Vəli birinin adı çıxanda biraz diqqətli olurlar və ona görə də biz əlimizdən gələni eşikdə eləyək ki, bunların səsləri bütün bu beynəlxalq parlamentlara yayılsın ki, bəlkə eləyə bilək bir az da olsa bir müsbət əsər qoysun bunların durumunda. Bizlər nə işlər görə bilərik eşikdə? Çoxlu yenə deyə biləm ki, faallar vardılar ki, heç bir adları
heç bir səsləri çatmayıb eşi. Mənim ümidim vardı ki, bizlər özümüzün networklarımızdan, biləxərə biz hamımız Azərbaycanlı yerdə tanışlarımız var, ailələr vardı ki, mən təzə bilmişəm ki, buradakı eşidəklərdən Aydəmir Sicin ailələrini tanıyırlar, bütün bu, məsələn, tutulanların ailələrini tanıyırlar. Bunlar heç çox da xətər özlərini salmayacaqlar, elə sadə düzgün reportları bunlardan istifadə edib biz eşiyə çatdıra bilərik. Biz çox önəmlidir ki, düzgün, çox diqqət eləməliyik. Əslən, heç iştibahı bizə yeri yoxdur. Bu məsələlər çox ciddi məsələdir və bilirəm ki, hamı da bilir bunun önəmliyini. Bəli, yenə mən təkid edirəm ki, biraz təcrübəm olduğuna görə bu yolda görürəm ki, bir dəfə yanlış bir reportda, yanlış bir şey gedəndə eləyə bilər, birinin keysin, birinin pərvəndəsini çox məsələsini yavaşlasın və qoymasın, qəşəng qabağa getsin. Ona görə biz çox diqqət verməliyik eşikdə. Xatırıma gələn hamımız bu demokratik ölkələrdə, Avropada, Amerikada, Kanadada yaşayırıq və bunların parlamentində nə sistemləri var, indi konqreslər var, senat var, parlament üzvləri var, nümayəndələri var. Bu memur parlament MP'ləri görüşək. Bizim hamımızın bu zatlara aksesimiz var. Hər yerdə yaşayırıq. Biz eləyə bilərik bunlarla danışaq. Bu mövriddə mən fikir edirəm. Nərgiz xanımın çox təcrübəsi var. İnşallah o yolların onlar tozih verərlər. Mən bu qisməti buraxıram gələn həftə onlara. Vəli bunun müsbət əsərlərini dedim ki, Avustraliyadan getmişlər, memur parlamenti görmüşlər, özləri də çox təsəllüfləri İngiliscəyə olmayacaq. Onların tərifi ilə Amnesty'yə xəbər gələndən sonra bu məsələ çox sürətlə getdi qabağa. Çünki biz çətinliyimiz biraz vardı, Elyadın haqqında məlumat yığaq. Bəli, bu cür bir dənə kiçik not gəlməyi bahis oldu ki, biz eləyə bilək o bürokrasi ki vardı, Amnesty'də onunla biraz səri keçə bilək. Bütün xarici, biz gərək öz communitimizdə ki, müttəhəd olmalıyıq ki, heç gərək öz communitilərimizdən çıxaq. Tarixi Azərbaycan communitidə özümüzə danışsaq, biz heç yerə çatmayacaq. Biz hər ölkədə ki varıq, o xaricəliləri bu işin içinə azdan çoxdan gətirməliyik. Bunlara sadə formda biz belə çox qısa siyasi görüşlərimizi də ki, gətirməsək, bu məsələni çox da qatışdırmasaq da çox mümkündür, yaxşı olar. Fəqət insan haqlarının bölümündən bunların dərslərimizi biz o məmləkətdə ki yaşayırıq, oradakı insanlara desək, biz eləyə bilərik ki, bunları gətirək bu işə və onların bu işdə involve olmağı çox önəmlidir. Biz bəzi zamanlar bəzi 3-4 şəhərdə yaşamışıq bunu Orta Amerikada, təəssüflə görmüşəm ki, bəzi zamanlar biz çox öz communitimizin içində qalırıq. Bizim öz communitimizin, öz camiəmizin, camiə Azərbaycanı ya bu communitidən çıxmaq və o ölkələrdə ki varıq, o millətlə təmasımız olmaq çox kömək eləyə bilər bizim məsələlərimizin yayılmasında. Və çox lək varımızdır, lakin biz diqqət eləməliyik. Yenə bizim şəraitimizdə 35 milyon olaraq Azərbaycanda güneydə reportlar, güzarişlər yenə azdır. Güzarişləri vardı. Vəli təəssüflə bir yenə dedim, accuracy dəqiq report vermək müşkülümüz vardı. Bu dəqiq report vermək, reportları bəzi vaxtlar yazılır ki, mən qısa, kiçik, beləcə iştibahları demirəm, çünki hər an imkanı olar, vəli böyük iştibahlar
olunsa bu reportlarda çox bizə eləyə bilər ki, əks nəticəsi olsun. Bəzi vaxtlar bu qarışıq reportların getməyi çox zərərlidir ta report əslən yerindən getməsin. Bəzi zamanlar biz bəzi vaxtlar reportlar ilə görürəm, elə zaten görürəm ki, bizlərlə biz güzarışlarımızda bu xarici tərzdə fikri nəzərdə bəzi vaxtlar almırıq ki, ümidim var bunlara çox diqqət verilsin və tərcümələrdə bəzi məsələlər gəlir, çox zəhmət çəkilir üstündə və tərcümə olunur və bir dildən bir dilə tərcümə olunmaqda texə kələmələri döndərməkdəyik, biz gərək onun tonuna diqqət verək. Gərək biz onun o mentality ki, o ölkənin varıdır, ona diqqət verək. Bəzi bu demirəm dəyişək, bəli diqqət tərcümələrdə biz diqqət eləməliyik. Belə zat var ki, məktublar var ki, doğrudan zəhmət çəkilib üstündə, gözəl tərcümə olunub, o qədər əsəri olmur, nəticə vermir ki, bəzi vaxtlar bir dənə çox belə qısa not bir yerdən gəlir. Bunlara çox dəqiq olmağımız həmişə mən nə qədər desəm az üstündə təkid eləmişəm. Və Babaş bəy bayaqlamada elə sual verdilər, bizim koordinat eləmağımız özü aramızda yaxşıdır, ya koordinat eləməmağımız, ya ayrı-ayrı işləməyimiz. Ayrı-ayrı işləmək çox yaxşıdır, çünki itilat ayrı-ayrı yerlərdən gedir və bu bizim güclülüyümüzü göstərir. Vəli həm zaman gərək koordinat olaq. Koordinat da o deyil ki, dildə deyək biz koordinator, vəli biz gərək əməldə görsədək ki, bu təşkilatın o birisi təşkilatdan xəbəri var, vəli öz rəvişlərin gedirlər. Hərə öz rəvişin getməli, vəli biz çalışaq gərək bir cür bir-birimizin təcrübələrimizdən istifadə edək və bir-birimizə qulaq asaq. Ta o zamanadan ki, biz özləşməmişik, bir-birimizə qulaq asaq və hətta bir zamanlar olsun ki, İngiliscədə deyərlər, let's agree to disagree, yəni təvafüqa yetişək ki, hərdən təvafüqa yetişməyək. Bu məsələni biz önəm versək, mənim mütməinnəm ki, biz koordinat eləyə bilərik bu insan haqlarının difa eləməklə öz Güney Azərbaycanı məsailində və tarifatı biraz kənara qoymalıyıq. Mən çox istəmirəm da detaylə burada görəm və iş görməliyik. Hər bir işi ki gördük, ondan bir nəticə çıxmadı, bir bəyaniyyə çıxmadı, bir xəbər yayılmadı, bir resolution məsələn verilibdi ya bəyaniyyə verilibdi ya bir hər nə mənə ki deyirik. Əgər nəticə vermədi, gərək biz rəvişimizi dəyişək. Biz özümüzü bu ölkələrlə adapt eləməsək, eləyə bilmərik iş qabağa aparaq. Onlar fəqət biz işlərik, nəticə verməz, eləsən heç işləməsək ondan da yaxşı olar. Mən biraz bir müddət bunları deyirəm ki, mənə biraz uzun müddət uzaq communitydən olduğuma görə və sonra communityyə gəlib və sözləri eşidəndən sonra görmüşəm ki, biz iş cəhətindən çox dalıyıq. Vəli danışıqda biz çox qəşəng söhbət edirik. Ümidim vardı ki, biz biraz o perfectionizm çox belə işi çox böyütməkdən götürək. Sadə eləyək, vəli iş görək. Biz eləyə bilərik, bir səfər bir dənə kiçik, sadə formada report yazaq, vəli düzgün eləyək və bilək mentality organization deməli çox kəsərli olsun, ta ki biz çox belə təşrifatı bir danışıqlara girək. İnşallah ki, ümidim var, işbirliği, bir-birimizin təcrübələrimizdən istifadə eləməkdə çox bu şeylərə diqqət verək, çünki məxsusən bu
insan əxlaqının bölümündə bunlar insanların şikəncə verirlər, bunlar xanavadələri çox çətin şəraitlərdə təhdid edirlər. Biz bunu çox ciddi tutaq, biraz politik oynamaq, siyasəti götürək aradan düzgün iş nəticə verməyinə və önəm verək ki, aya bu mən özüm bir müddət bir işi görəndən sonra görsəm ki, effektiv deyil, ayrı bir rəvişlər axtarıram və bilirəm ki, həttəmən mənim rəvişimdə bir iradi vardır ki, bu gördüyüm iş qabağa getmir. Yəni ingiliscədə deyirlər, same behavior, same result. Əgər həman cür rəftar eləsək, həman result alırıq və biz doğrudan da eləyə bilmərik. Biz içəridəkilərə boşluyuq, mən onu deyə bilirəm ki, bu ünvan bir dənə Azərbaycanlı biz sərləçilərə boşluyuq ki, düzgün işlərimizlə onların səslərini dünyaya yetirək. Bizim eşikdə fikrim ən önəmli vəzifəmiz budur. Bunu UN-lə görüşümdə danışmışam çox. Burada da Moris Kapitor'dan xatirimdən çıxdı. Moris Kapitor'unu fikirləmək istəyirəm, tanıyırlar. Çox gözəl reportlar vermişdi ki, o mövzuya indi hələ mən girmirəm ki, Moris Kapitor'un bir zaman bizim məsələmizdə çox faal imiş, indi çox uzaq düşübdü. Bu İran panelinin Şirin İbadətçinin zatın təriqi ilə. Amma da hər hal biz görüşdük, danışdıq biləsinə və mən elə bu məsələlərinin moridində danışdım ki, bu özü də getmişmiş, o zaman İrana zindanlarda da baş vurmuşmuş. İran elə düzdür, yenə mümkündür bir müsbət əsər ola. Bəli, mən o cür ki, eşitdim UN-dən bunlar qoymurlar, çox belə formalitə, halətdə 3-4 dənə bəndi hazırlayırlar, bunları yalanı az illərdən sonra biraz qoyurlar, bunlar 2-3 nəfəri görsünə, o 3 nəfəri də ki görürlər, əksərən qorxurlar bunlara heç bir söz desinə. Cinə zərəri yoxdur, vəli deyəsən bunlar deyirlər, çox belə effektiv deyil. İran dövləti bəsər kontrol edir. Amnestinin icazəsi yoxdur. Girsin İrana, viza vermirlər. Bir dəfə konferansda məsələn ki, icazə veriblər getsinlər və Amnesty hər də deyirlər, İran dövləti daim bizi yalançı adlandırır. Bəli, mən fikrimə gələn təhlil yolumuz bu faallardan ki, tanınmırlar və zindanlardadılar. Odur ki, biz elə televizyon var, web sitələr var, o yolla çalışaq ki, bunların içəridən bizim öz millətimiz bunların xəbərini eşiyə çatdırsın. Yəni, heç bir zaman İran dövləti icazə vermir bir dənə UN Amnesty'yə ki, getsin orada eləyə bilsin, çox fəaliyyət eləsin. Bizim özümüzün düşür bu çətinlik öz millətimizin boynuna, bizlərin boynuna və təhsə indi effekt çox dərdə deyər, ləzzət budur ki, biz düzgün sorsulardan ediləmizə xəbər gəlsin. Gəldicinə, bəli, bizi təkin bir şeydən danışıq. Bilirsiniz, biz eləyərlər xaricə ilə dediyim təkin ayrı işləyək, ayrı metodla işləyək. Vəli, mən fikrim, ən önəmli zat odur ki, qarışıq reportlar getməsin. Mən fikir edirəm, azdan çoxdan Amnesty çox bilir ki, hangi güzarışlar edə bilər ki, İran dövlətinin tərəfindən bunlara yedilsin və biz onu, onlar da illərdə bu işdə vardılar, bilirlər. Vəli biz özümüzə bir məsuliyyət, böyük məsuliyyət düşür. Önəmli deyil ki, mən əvvəl çox təcrübənin olmamağından deyirdim ki, lütfən yazın. İndi görürəm ki, yox, hərdən biləmə fikir gəlir ki, yox, lütfən yazmayın. Əvvəl qəşəng bir oturaq, fikirləşək, bir təhqiq edək, bir zət edək, az getmək, düz getmək hər zatdan önəmlidir. O eləyə bilərik bir-birimizdən də koordinat edək, bəzi кейslərdə bir zaman da kəmpeyn edək. Vəli ta zamanı ki, biz öz işimizə ərziş verməsək və təhsə
bir dənə ona fikir versək ki, götürək bir dənə məktub yazaq bir dənə organizasyona, onun hesabı yoxdur. Məsələn, baxın, Amnesty məsələsi çox həll olubdur. Bizim Human Rights Watch var ki, mənim əslən heç bir zamanım yoxdur ki, bu insanlarla zad edəyəm. Bizim o cür zatlarımız var. Amnesty'nin dalbadan zad eləmək, biraz hərdən dərvişlərimizi dəyişik, ayrı zatlara da gedək, ayrı organizasyonlara da gedək. Bəli, hər organizasyona biz report versək, düzgün report vermək hər zatdan önəmlidir. Düzgün reportlar təşkilatların tərəfindən gedəndən sonra, ondan sonra bəli, koordinat olarıq. Əvvəl biz basicləri zad eləməmişik, düzətməmişik, biz eləyənlərə koordinat olaq. Çünki hərəmiz bir zat çalacaq, bir model çalacaq. Axırda da o düz güzarış verən də gərək o birisinə baxa. Annesi də hərdən nəzr olandan sonra ya Human Rights Watch bir dəfə yanlış bir şey çıxanda ondan sonra o reportları saxlayır. Çox bəzi vaxtlar həsən oxumur ya bəzi vaxtlar da oxusa da azdan çoxdan diqqət vermir ya istəyir onu çək eləyə, tərəfin keysi gedə düşür. Çünki bəzi vaxtlar adam nəzr olandan sonra mən özüm də şəxsən deyirəm ki, qoyun görün, baxın görün, bu düz bir güzarışdır ya yox, adam hərdən maraqlanır. Bu işi dalıya salır. Hər zatdan əvvəl düz güzarış gələndən sonra, ondan sonra eləyə bilərik işlərin qalanı koordinat edək. Təşəkkür edirəm. Sağ olun, hürmətli Faxta xanım. Hürmətli Əmin Bəyli bəy, buyurun mikrofonu alın. Çox təşəkkür edirəm Babət bəy. Faxta xanım, çox təşəkkür edirəm sizə bütün zəhmətlərinizə görə. Mənim səsim gəlir yəqin dostlar. Səsim gəlsin, müraciət edirəm. Çox sağ olun. Mən sizin fəaliyyətinizi izləyirəm Faxta xanım. Ümumiyyətlə Güney Azərbaycan məsələlərindən bağlı bütün fəaliyyətləri hamımız Azərbaycan təşkilatlarının əksəriyyəti izləyirlər. Görür kimlər iş görür, görür kimlər iş görmür. Çox sağ olun bütün zəhmətlərinizə görə. Amma mənim sizə bir sualım vardı. Sual bundan ibarət ki, elə təxminən Babət bəyin verdiyi sualın bir formasıdır. O da budur ki, biz sizin təqdim elədiyiniz kimi, sizin dediyiniz kimi beynəlxalq təşkilatlara səhv informasiyalar göndərməməliyik. Yəni bunun qarşısı hansı formada olursa olsun alınmalıdır. Amma koordinasiya məsələsi çox vacib məsələlərdən biridir. Onun üçün də bəlkə də təklif olunsun ki, təşkilatlarımıza Güney Azərbaycanla məşğul olan Azərbaycan təşkilatlarına təklif olunsun ki, hər təşkilat özü bir nəfər adam ayırsın ki, bu koordinasiya işində olsun və o koordinasiya işində olan adamlar özləri faktları təşkilatlardan və ya da Güney Azərbaycandan gələn faktları toplasınlar və bütün Azərbaycan təşkilatlarının hamısı eyni faktları versinlər. Sizin o dediyiniz məsələ çox doğru məsələdir ki, müxtəlif faktlar veriləndə və yaxud da ki, faktlar səhv gələndə bir-birindən, onda təbii ki, inamsızlıq yaranır. Beynəlxalq təşkilatların əksəriyyətlə inamsızlıq yaranır və deyirlər ki, bilmirlər bunların hansı düzdür. Ola bilərmi ki, biz bax bu, məsələn, bir koordinasiya mərkəzini elə indidən yaradaq, yəni bu günlərdə biz yaradaq və biz bununla müəyyənləşdirək ki, görək Güney Azərbaycanda nə qədər bizim həbs olan insanlarımız var. Çünki bizim bütün təşkilatlarımız bugün Abbas Lisani haqqında, Salih Kamrani haqqında, Həsən Dəmirçi haqqında və s. bir neçə fəallarımız haqqında bütün beynəlxalq təşkilatlara məktublar göndərir, onların azad olunmasını istəyir və yaxud da bəziləri azad olunub onların təkrar həbs olunmamasını istəyir, təkrar həbs olunanların azadlığını istəyir. Amma onlardan başqa da siz özünüz də fakt olaraq dediniz ki, yüzlərcə insanlarımız var ki, bugün içəridədir. O yüzlərcə insanın hər biri də mübarizədə olmuş insanlardır və həbs olunmuş insanlardır. Bax, onların hamısının siyasını əldə eləyib, hamısını bir fakt olaraq beynəlxalq təşkilatların qarşısına qoyaq. Yəni belə bir məsələni etmək mümkündürmü və siz buna necə baxırsınız? Çox təşəkkür edirəm, sağ olasınız, var olasınız. Siz də sağ olun Sayın Teymur bəy. Hürmətli Faxta xanım, əgər hazırlığınız olsa cavab verməyə bir dənə F9 vurun. Əgər olmasa davam verək, başqa dostlar suallarını tərh eləsinlər. Bəli, buyurun mikrofonu alın. Bəli, çox gözəl qatdı. Bir nöqtəyə zad elədiniz ki, biz özümüz
də istəyirik ki, çox yaxşı olar ki, biz eləyə bilək, koordinat eləyək. Mən çalışıram ki, o insanların ki, mən keyslərini vermişəm, mən %100 bulan keyslərinə mütməinnəm. Ona görə də mən tikrarı işdə mümkün zadı olmayan, bəli yenə bizim əsli informasiya gərək içəridən bu tutulanların yaxın ailələrindən ya yaxın dostlarından gəlməlidir. Və mən bilirəm ki, əgər bu günədən Ağay Dəmirçinin ailəsi danışmışsa, əgər ki bizlərdən ayrı qruplardan ki tanışları var imiş, elə bilərmişə bu informasyon çıxartsınlar və biz və bir yetirsinlər. Mən hələ indiyədən 3-4 dənə mövridlərdə görmüşəm ki, bu məsələ qəşəng qabağa getmir. Koordinatə hər təşkilatdan bir nəfər məmur olsun ki, bu koordinat eləmək məsələsin boynuna alsın, o da çox qəşəng bir zatdır. Vəli bir şeydən mən həmişə çalışmışam ki, biraz uzaq gedəm. O da çox danışmaq, çox miting qoymaq, çox söhbət eləmək və az iş görmək. Mən əslən biraz bu məsələyə qorxuram ki, yenə bir halət təşrifatiyə düşə. Biz gələk hər təşkilatdan birini intixab eləyək. Bilməm, 2 həftədə bir yığışaq bir yerdə, 1-2 saat danışaq. Ondan sonra o 2 saatı gedəndən sonra hərə getsin öz işinin dalıcan və yenə iş görülməsin. Bəli, əgər ki, mən özüm şəxsən deyirəm, əgər görsəm ki, bir qrup yaransa və o qrupdan mən 1-2 cələsə gəlməkdən sonra iş görsəm, nəticə görsəm, mən özüm öz zamanımdan qoyaram ki, həttmən o mitingdə şirkət eləyəm və koordinat eləyəm. Bəli, bir keyslər olub, əgər ki, biz yığışaq koordinat eləməyə, oturaq bəhs edəyək ki, mən istəyirəm elə bu cür görəm, sən də istəyirsən o cür gör, ya gəlin dalmışaq ki, Azərbaycanın nə qədər dərdi var, bu fikirəm heç yığışmağımızdan yaxşı olsun. Bəli, yenə çox önəmlidir. Əgər iş apara bilsək qabağa, hətmən. Siz buyurun, əgər söhbət çıxırsa, buyurun. Buyurun Teymur Bey, buyurun mikrofonu alın. Çox sağ olun, Balaca. Mən gördüm, əl qalxmayıb, ona görə mən yenə cürət tapıb özümdə sual verməyi, yəni bu məsələ daha doğrusu daha aydınlıq gətirməyi istəyirəm. Burada sadəcə koordinasiya mərkəzi hər təşkilatdan bir nəfərin toplanması, orada koordinasiya mərkəzi məsələlərin müzakirə olunmasını istəmir. Bu koordinasiya mərkəzi onun üçün yaranmalıdır ki, koordinasiya mərkəzi demək əldə olan faktları birləşdirsin. Yəni tutaq ki, bir fakt bir təşkilata daxil olubdur və o %100 onun yəni doğruluğuna əmindir. Onun ailəsindən alıb və tutaq ki, onun yaxın adamlarından alıb %100 əmindirsə, o faktı qoysun ortaya və digər təşkilatlarda da hansında bu faktlar varsa, biz onu toplayaq. Güney Azərbaycanda həbs olunan, bu hadisələr zamanı həbs olunan, ümumiyyətlə milli mübarizədə həbs olunan insanların deməli adlarını və əsasən də beynəlxalq təşkilatlar onların həbs olunma deməli yerini soruşurlar, sonra hansı deməli vəziyyətdə həbs olunub onu soruşurlar. Yəni o vəziyyətləri biz araşdıraq ki, onlar düz gələndən sonra bütün beynəlxalq təşkilatlara, yəni bizim təşkilatlarımızın hamısı, Azərbaycan təşkilatlarının hamısı eyni formada yəni bir məktub göndərsin. O %100 məktublar eyni formada olmaya da bilər. Hər təşkilatın özü tutaq ki, o məktubda bəzi əlavələri də edə bilər. Amma faktlar doğru getsin. Yəni həbs olan insanlarımız, onların ailəsinə olan əziyyətlər, onların tutaq ki, saxlanma yeri, harada saxlanılır, bugün vəziyyətləri nədirdir? Bunlarla bağlı. Yəni mənim deməyim bundan ibarət ki, biz təkcə 4-5 nəfər yaxın tanıdığımız, hamımızın tanıdığımız insanların haqqında gedən, beynəlxalq təşkilatlarla gedən informasiyalardan kifayətlənməyək. Mənim sözüm ondadır. Mən də mənsub olduğum təşkilatlarda bu məsələni məmnuniyyətlə qoymağa hazıram. Burada da bəzi təşkilatların mənsubları da var. Və çalışaq ki, məsələləri olduğu şəkildə qoyaq və nəinki mitinglərə boş-boş toplaşaq. O Fəxri xanımın fikrinə mən tamamilə razıyam. Nəinki boş-boş toplaşaq, amma faktları ortaya qoyan bir komissiya olsun və o toplaşsın
yaxşı ingilis dilində bilən, məktub hazırlaya bilən bir dostumuz məktub hazırlasın. Həmin o məktuba da tutaq ki, bəzi şeyləri artırıb azaltmaqla bu hadisələri yəni çatdırma ola beynəlxalq təşkilatların tərəfindən. Çox təşəkkür edirəm. Mən yenə sual kimi yox, sadəcə bayaqki məsələ mən aydınlıq gətirdim. Çox təşəkkür edirəm. Sağ olasınız, var olasınız. Siz də sağ olun Teymur bəy. İcazə verin bəs bu cür eləyək. Bu əgər adını düz tələffüz eləsəm Sara mikrofonu alsın, sualını tərh eləsin, sonra Faxta xanımdan xahiş edək ki, cavab versin. Mən buradan başlamalıyam ki, əvvəldən mən başlayanda əlbəttə deyirəm, çox yardım edən var idi və bəli mən təşkilat əvvəl qurmaqla başlamadım. Mən bir heç profesional bu yolda da deyiləm, mənim çox bölümüm ulumu qismətlərdir, science qismətləri və mühəndisi qismətlərdir və təcrübəm də əvvəldə yox idi. Fəqət təhsə o ürəklə ki, bir nəfər tutulub gərək səsi yayla hissiyatı ilə gəlmişdim bu hərəkətə. Ona görə əvvəldə də mən əslində heç təşkilat fikrində dəldim, istəyirəm görəm nə işlər görmək olar, nə təcrübələr qazanmaq olar, ondan sonra təşkilat quraq. İndiki durumda bəli təşkilat var. Əvvəldən də deməliyəm ki, içərdən və eşikdən çox mənə yardım edən var idi ki, mən özümü bu məsələ ilə kullən hərəkətdən mən uzaq olduğuma görə içərini əvvələn gərək biraz understand təhvil alaydım, biləydim, düşünəydim, eşikdə nə sistemdən işləməyi, eləyəməyi düşünəydim. Ondan sonra gəldi bütün dostlarla görəydim kimlə nə qədər işlər qəşəng qabağa gedə bilər. Ondan sonra gəldik biz də çatdıq ki, ƏDEP adında Association for the Defense of Azərbaycan Political Prisoners adında bir təşkilat qurduk. Bu təşkilatın adı hələ biz çünki biz documentation deyək, hələ dəfələr elə dalbadal tutulurlar və biz daim istəyirik ki, bunların xəbərləri əvvəl önəmlisi odur ki, bu mərkəzlərə getsin, mərkəzlərdən bəyanat yayılsın. Web sitədə bəli fikrində varıq. Əlbəttə düzdür ki, biraz yavaş gedir. Bəli, onu da mən deməliyəm ki, o cür ki dedim, avrelin 12-sində bizim birinci urgent action çıxıb. Siz hesablayın, 7 ayda həm içəri ilə bütün bir dənə network düzəltməyimiz Çində xoşbəxtlərinə çox gözəl düzəlinib, bütün hamı ilə biz təmasımız var. Bütün dokumentləri ki, olar ki, biz hələ təmaslıyıq. Yığmağımız, indi networklar böyüyürlər bu məsələdə. Zaten onlara biz çox önəm verdik və ƏDEP adı təklifdir. Amerikanın Vəzarət Umur Xaricəsinin qətnamə bəyaniyəsində, polisisində ki, verilib, fikirəm 2000-ci polisi ola bilər, ingilis dilindədir və orada deyilib. Bəli, biz hərəliklərdə də eyləm eləməmişik ki, və çox da fəal üzvlər vardılar, çox zəhmət çəkirlər ki, bəli, sitə düzəlsin, ondan sonra eyləm eləyək və işləri bir elə bu sitənin zadı da xəbərləri yayılmaqla zadla və hamının xəbəri olmaqla bu təşkilatın adına Azərbaycan zatlarında təşkilatlarında qabağa aparaq işi və xarici orqanizasiyonlarda verilir. Həm bilirsiniz, mənim nəzərimə təşkilat çox önəmlidir. Amma ki, təşkilat, mənim öz şəxsi nəzərim odur ki, təşkilat qurmaq heç önəmli deyil. Əgər iş görülməyəcək, behtərdir təşkilat qurulmayaq. Əgər ki, biz yanlış bir işlərimiz qəşəng olmayacaq və zərər verəcək, heç o işi görməmək lazımdır. Ya əslində bəzi vaxtda ki, bəli təşkilat mövzusunda məsələn iş görülməyəndə
təşkilat nə mənadır? Biz eləyə bilərik social club qoyaq, yığışaq bir yerə, Azərbaycanlılar, orada bir-birimizi görək, qəşəng miting qoyaq, danışaq orada. Bəli, təşkilatın adını hər nə mənə qoysaq, geri o boardda eləyə bilək, iş qabağa aparaq, ya inki dözək ta eləyə bilək ki, görək ki, biz bu işi ki, bu adı ki, qoymuşaq təşkilatımızın üstündən eləyə bilirik. Bu, hətta siyasi ya hər nə mənə təşkilat olsun. Əgər ki, bizim də təşkilatımızın adı, hətta insan haqlarının orada dedilər ki, siz də elə bu işarə edərsiniz adında, mən biz bu adı da seçməkdən gördük ki, biz indi çox diqqət veririk. Əgər şəxs, məsələn, mən gedirəm bir tuma olur da, petition qoyuram dil haqqında və ayrı siyasi məsələlərin haqqında. Əgər şəxs gedirəm orada qoyuram, heç məsələ deyil. Bəli, çünki bizim işlərimizin nəticəsi əksərən siyasi məhbusların haqqında olub, ona görə də bu təşkilatın adını elə ona aid eləmişik. İnşallah ki, bir zaman da vardı, planımızda vardı ki, insan haqlarının təşkilatını təşkil verək ki, bütün bizim dilimizdə hər canibdən bizə köməkli. Hələlik ədədlə biz işləyəcək, sonra da elam olunacaq, gözəl içərdən bizim üzvlərimizlə biz çox onlara önəm veririk və eşikdən də olarsız bu iş əslən olanmazdı və koordinat edəcək qabağa getsin işlər və bütün çalışqan iş başaran və iş istəyən görən bütün eşikdə Azərbaycanlılardan da çox söyünərik ki, bizlə işbirliyi aparsınlar. Nəticədə mən onu bilirəm, %100 özümə həddəqəl o qədər ürəyimdə o hissim vardı ki, biz %100 haqlarımızı alacaq. Mən Abbas İsani təkin insanları, Ay Kamran təkin insanları, Ay Əmani təkin insanları və çoxlu kiçik uşaqlar ki, türkü danışırlar mədrəsədə, farsız birdən danışmırlar, istəyirlər öz dillərindən difə eləsin. Bunları görəndə mən %100 etimadım vardı ki, biz nəticə alacaq. Ümidim var idi ki, mən eləyə biləydim, bir səsi edit eləyəm, buradan yayam, bir dənə ana içərdən, bilirsiniz ki, əsgər Əsbərzadəni bir 11 gündür biləsindən xəbər yoxdur. Bunun anası çox sadə formada mənə tozih verdi ki, uşağı neçə gündür yoxdur filan. Bunun səsi həmişə mən zəbt eləmişəm, bunun səsinə biz qulaq asanda orada mən bilirəm ki, biz %100 haqlarımıza yetişəcək. Çünki bu cür analarımız var ki, uşaqlarının doğrudan həsrətindədirlər, uşaqlarını axtarırlar, vəli cinə yollarından əl çəkmirlər, cinə istəyirlər ki, uşaqları bir yolda fəaliyyət eləsin. Mən bilmirəm, analar hətta bunu dərk elərlər ki, bir ananın 11 gün uşağından xəbəri olmayan nə çətindir, vəli onunla belə çox belə şücaətlə danışırdılar və bir ayrı şeydə mənə çox maraqlı gəldi ki, mən vaxtı ki istəmişdim bunlarla danışarlar və bunlara gedib təmas tutmuşdular. Ərdəbildə bu ana demişdim, mən farsda başarmıram ki danışam və çox mənə darıxma gəldi ki, bu fikr eləyir ki, gərək hər yerdə ki istəsə öz ürəyinin dərdini deyə, bu farsda da deyə, bəli onunla belə sonra ki gördüm, mən türk başarıram, çox biləsinə maraqlı gəlmişdi ki, mən çox söyündüm bu ana ilə danışmağa və bunun şücaətindən və bunları görəndə mən bilirəm ki, biz %100 yolumuzda nəticə alacaq. Çünki bunlar çox fədakarlıq eləyirlər və bu fədakarlıqlar heç vaxt yerdə qalmaz. Hələ bizlər ki, kiçik işləri görürük, o bir şeydə bunlardılar ki, bizim hərəkətin dayağıdırlar. Mən buraxıram. Müqayisə edək indiki vəzimizi Güney Azərbaycanın propaganda aparatının 5 il bundan qabağına, 3 il bundan qabağına sitələrimiz, Günəz TV, radiolarımız, indi gene de yeni teknoloji imkan verir bu məhəlli radiolar, o ki Stockholm'da, Oslo'da, Alman'da yayılır. Bunlar əvvəl qədəmdə olalar internetdə qulubal yayarlar, sonra satelitlə yayılar cəmaata. Bunu deməkdən mən istəyirəm bir nəticə alım. Haçan bir dənə bizim əzizimiz Faxta xanım kimi düşür qabağa bu dəyərli işləri görür. Bunu dostlar nəzərə almalıdırlar. Bu hər işi görənməz. İşlər gərək bölünə. Bu cəmi bir işdir.
Yani bizim gene intizarımız olmuyor. Bir de sizden giden bir yerde film çeken, bir nefer senaryo yazır, bir rejissor var, biri ışık mesulüdür. Külden işler bölünür. İndi mesela bizim bu cür azizlerimiz insan hukuklarına alakadar bu değerli işler görürler. Eğer bir site lazımdır, eğer bizim dostumuz, bazı dostlarımız var, tekniki işi bacarırlar, hatta gelirler bir tane site açarlar. Yani bu işi rahat ediyorlar. Bir tane yük götürürler buranın boynunda. Yani vaxtları ola, o vaxtların sərf edirlər bu asli işə. Vaxtı ki bir təşkilatın adını qoysaq insan haqların difə edən bu deyirlər o definitionla ki insan haqlarından difə eləməkdən verilir gərək müstəqil ola. Biz həm müstəqillik vəli onu deyə bilirəm ki elə biraz coordinationla danışdıq. Bu кейslərdə urgent actionlarda ki verilib, istəmirəm heç faala ad qoyam, specifically ad qoyam. Vəli bu siyasi təşkilatlardan ki vardılar, heç mən onların adlarını da təxminirəm. Bunların bu listədə ki urgent action verilib, bunlar fərqli təşkilatlardan imişlər. Biz ona baxmırıq ki bu hangi təşkilat siyasının üzvüdür. Bir insan ki tutulub və haqqı zayi olur, gərək difa oluna və deməliyəm ki biz eləyə bilməzdik bunları bəzi zamanlar tapaq. Əgər ki bu siyasi təşkilatlar bizimlə təmaslaşır və bizdən istəməsəydilər ki bunların üzvlərinin məsələsini mətrəh eləyək. O cəhətdən müstəqillik cəhətindən biz hamı ilə işləyib, bəli, mən bir söz deyərəm, bəzi vaxtlar çox bəzi maraqlı gələr, biz hamı ilə işləyirik, bəli, heç kəslə işləmirik. O cürdür ki, biz hamı ilə işləyirik ki, hər kəs ki, məsələn, Azərbaycanlı ola və İranda tutula və Azərbaycan məsələsinə bağlı tutulsun və ya bəzi vaxtlar, məsələn, biz hətta Azərbaycanın ayrı dini əqəlliyyətlərindən də tutulmuşdur, reportu getdi. Biz müstəqillik heç siyasi təşkilata bağlı deyilik. Vəli həman halda da bizə mühimdir ki, hər hangi siyasi təşkilatın üzvləri tutulsa, biz varıq ki, onların əlimizdən gələni eləyək və bəzi faallar da var, məsələn, 14 yaşında uşaq hangi təşkilat siyasının üzvü olacaq. Bunların heç birinin üzvü deyil və biz ona da fəaliyyət eləyəcək və məsələn, xanımların hətta siyasi məsələ, politikal məsələdə olması, əlimizdən gələni xanımların bəzi keyslərini də eləyə bilərik. Çünki indi irtibatatımız var, içəridə olan adamlarla, işləyən adamlarla bu əmniyəslidə zatdan onları da verə bilərik. Onun mən onları biz qabaqdan indi biz öz içimizdə əsasnamada yazmışıq. O çox önəmlidir ki biz eləyə bilək hamıya bir gözlə baxaq. Bəli, bunu bayın ki deyirəm ki bəzi təşkilatlar, şəxslər ya Günaz televizyonu məsələn nəzərdə tutaq, çox bu işlər kömək eləyib bizə və çoxlu ayrı təşkilatlar var ki, çox kömək eləyiblər bizə. Bəli, onunla belə biz həmişə çalışacaq ki, təşkilatın adı ki, Azərbaycan siyasi məhbuslarından difa eləyən, İranda olan Azərbaycan siyasi məhbuslarından ki, Azərbaycan quzeydə olanca da bu adın üstündə biz duraq və fəaliyyət edək. Çox sevinirəm ki, Faxta xanımı burada görməkdə və bu gözəl söhbətləri və dərdlərimizi aşmaqda. Faxta xanım, sizin burada Kanadada olduğunuza görə burada CBC-nin kanalında səsim gəlir. Lütfen səsim gəlir bir münasibət bildirin. Burada hər şənbə CBC-nin bir programı olur. Yani Amnesty'nin bu yardım kampanyası. Burada tamam ülkelerin, o diktatör ülkelerinden, o cümleden bugünler bir program vardı. Kuba, Meksiko ve başka ülkelerden. Orada bu məhbuslar hakkında ve bu zulm hakkında bir programlar yapardılar.
Ayam imkanı var ki biz də eləyə bilək bu CBC-nin bu programında iştirakımız olsun. Eləyə bilək onlardan biz də bu tanıtılmaq üçün onlardan proqram alaq. Sağ olasın, mənim sualım bu qədər. Sağ ol, buyur. Mənim pəncərəm dayanıb. Hər halda buyurun Fakta xanım, əgər mənim səsimi eşidirsiniz, mənim pəncərəm elə bir dayanıb. Eşidirsiniz, buyurun cavab verin. Mənim səsim gəlir, mən buna bilməm balaş şey. Okay. Daha çox qəşənglikdə işarə elədiniz. Mən sədəsə döşəndə danışanda amnestiya bu məsələyə işarə edirəm. Çox yaxşılar, düz deyirsiniz. Heç mən bir televizyona bax, dəqiqən bilmirəm nədir. Bu bərnaməni soruşaram, görürəm nədir yayılır, harda yayılır, nə zaman. Bəlkə bizlər də eləyə bilək. Orada bizim ordumuzda da söz gəlsin. Hətta mən onun amnestiya ilə danışaram. Deməli ona deyə bilərəm ki, biz indi urgent action mərhələsindən keçmişik yavaş-yavaş kampanya mərhələsinə. Ümidim vardı ki, bizim gələn aylarda bir kompaniya qolsun, amnestiyanın tərəfindən report yazılsın. Necə ki, biz elə yavaş-yavaş gedirik. Əvvəl xatırınızda olsa urgent actionlər vurulanda və CBC televizyon və əvvəldə urgent actionlər vurulanda bizə 2-3 paragraf bizim faalların haqqında yazırdılar. Bir səfər bizə tozih yazırdılar. Ondan sonra yavaş-yavaş o bir səfər tozih oldu. 2 paragraf oldu. Bir paragraf və indi yavaş-yavaş da background yazmırlar. Bizim ordumuzda background tozih yazmırlar. Bu özü göstərdir ki, yavaş-yavaş amnestinin üzvləri bizim məsələ ilə tanış olublar. Oradan gedirik kampanya mərhələsinə. Ümidim vardı ki, qarışıq reportlar getməsin, bizi qarışmayaq və bu apel case'lər gəlsin, çünki bu dayanmasın. Əgər ki, bu hər zat odur ki, vardı getsə, kampanya gələcək, report gələcək, ondan orada o yayılandan sonra fikir eləyə bilərik ki, bu televizyon zat mövzusunda da, əlbəttə mən danışacağam bilələrlə, bəli ondan sonra fikir biraz tanış olandan sonra eləyə bilərik yavaş-yavaş o mərhələyə çataq və ya ayrı bir nəzərləriniz olsa, necə ki bu çox yaxşıdır gətiririk, yenə bir ayrı bir zatlar da olsa ki, biz tanıdığımız kanallarla eləyə bilək, onlara bir pişnahad, bir veraq, yenə çox yaxşı olardı. Mən sonunda e-mail adresini yazaram. Hər kim ki istəsə nəzər versin ya bir şeyləri fikirlərinə gəlir elə bu proqram təkibi, proqram təkin ki biz tapdığımız kanallardan eləyə bildik istifadə eləyək. Biz hətmən ki çalışarıq ki bu zatları yetirəkdir. Ki əvvəldə hər nə mənə bir kiçik də bir fəaliyyətlərinə zatdan da istəsələ bizlə məşvərət eləyərlər. Biz çox sevinərik ki eləyə bilək, kömək eləyək ya bizlə işbirliyi yaparlar. Genə ona sevinərik. Teymur bəyin istədiği sözdən genə buyursunlar bizim əlimizdən nə mənə gəlsə ki, eləyə bilərik, kömək eləyək bu itilat yetirməkdə, ona da biz varıq. Taza nəzərlər, taza istəklər, hər nə mənə olsa biz çox sevinərik ki, sizdən e-mail alaq və ümidi vardı ki, onları da ya istəsəz e-mail eləyin ki, e-mail listinizi qoyaq, ora ki, urgent actionları biz göndəririk. Və ümidimiz vardı ki, bizim bu içəridəki fəalların durumu düzəlsin və bunlar da azadlığa çatsınlar və biz yaşayan ölkələrdə, Kanada, Avropa, Amerikalılarında, Amerikan hətta hamı ölkələrdə ki, o demokrasi ilə azadlığına yaşayırlar, bizim də millətimiz eləyə bilsinlər ki, aramışda öz haqlarına yetişib və yaşasınlar. Çox təşəkkür edirəm Azad Tribune saytından, Babaş bəydən çox lütf eləmişlər, zaman qoyublar və bu otağı açıb və bizi hamımızı yığıblar bir yerə ki, bu mövzuları üstündə danışaq.